Bugündən etibarən Bakubasın xanım sürücüləri rəsmi şəkildə fəaliyyətə başlayırlar. Artıq kişi sürücülərlə yanaşı qadın sürücüləri də avtobuslarda sükan arxasında görəcəyik. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni təlim proqramı həyata keçirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün xanım namizədlər nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər. Onlara nəinki sürücülük bacarıqları, eyni zamanda etik davranış qaydaları, ünsiyyət bacarığı və təhlükəsizlik mövzuları aşılandı. Eyni zamanda qeyd edim ki, dayama durma qaydaları, manevr etmə, müxtəlif yol sahəsində qəza riskinin minimuma endirilməsi ilə bağlı xüsusi tapşırıqları yerinə yetirdilər. Hətta təlim-tədris mərkəzinin mütəxəssisləri tərəfindən onlar üçün tərtib olunmuş marşrut üzrə sınaq yürüşləri də həyata keçirdilər və artıq peşəkar sürücü kimi Bakubas Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək işlə də təmin olunurlar. İki xanım artıq bugündən fəaliyyətə başladı. Yaxın zamanda daha bir xanım sürücü isə Bakubasın sürücüsü kimi fəaliyyətə başlayacaq. Bakubas MMC-nin mətbuat katibi Əsmər Əliyeva bütün mərhələləri uğurla tamamlayan xanım namizədlərin rəsmi şəkildə işə qəbul olunduqlarını deyib. İşə qəbul prosesində Bakubas MMC tərəfindən eyni zamanda sürücülərə təhlükəsiz idarə etmə təlimi də təşkil olundu. Bildirmək istəyirik ki, fəaliyyətin ilkin dövrlərində qadın sürücülərə Bakubas MMC-nin təcrübəli mentor sürücüləri dəstək göstərəcək. Xalqımızın mentalitetində olduğu kimi qadınlara göstərilən yüksək hörmət və dəyər əminik ki, sərnişin sürücü münasibətlərində də öz əksini tapacaq. Xanımlarımız bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda, sürücü sahəsində də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər. Sürücü Rəna Cəfərova fəaliyyətə tam hazır olduğunu bildirib. Arzum idi, çox arzum idi. Nəhayət ki, bizim ölkədə də qadın sürücülərə şərait yaradıldı ki, fəaliyyət göstərilsin. Mən də təlimlərə qoşuldum, təlimlərdən keçdim. 5 xanım içindən 2 xanım seçildik. Şükürlər olsun. Qorxmaq lazım deyil, qorxmaq lazım deyil. Çətin işdir, çətin iş olmana çətin işdir. Biz bacarırıq ki, məsuliyyətlə biz xanımlar öhdəsindən gələrik. Digər xanım sürücü Xalidə Səmədova isə bu peşədə heç də kişilərdən geri qalmadıqlarını deyib. Artıq fəaliyyətə başlayırıq və sərnişinlərə təhlükəsiz, diqqətli və mədəni xidmət göstərməyə tam hazırıq. Qeyd edək ki, xanım sürücülər hələlik 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər. Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim Media.